Bu gün Temuya sifarişləri geri qaytarıram. Temu sifarişini qaytarmaq üçün əvvəlcə sifarişlər bölməsinə daxil oluruq və qaytarmaq istədiyimiz bağlamanı seçib iade et düyməsini basırıq. İadə edəcəyimiz məhsulu və ya məhsulları işarələyirik. Səbəb hissəsində isə mən adətən yanlışlıqla sifariş etdim seçirəm. Çünki digər seçimlərdə şəkil tələb olunur, yəni açıqlama verməlisiniz. Ancaq belə etdikdə ehtiyac olmur. Sadəcə açıqlama bölməsində qeyd edirəm ki, mən bu sifarişi yanlışlıqla etmişəm. Daha sonra pulun hara qaytarılacağını seçirik. Bu hissə çox önəmlidir. Əgər siz məhsulu sifariş edərkən kartdan deyil də Temu balansından istifadə etmisinizsə, geri ödəmə elə Temu balansına mümkün olacaq. Burada məndə olduğu kimi. Əgər kartdan ödəniş etmiş olsaydınız, o zaman burada 2 bölmə açılır. Karta yoxsa Temu balansına deyə. Əgər Temu balansını seçsəniz, məhsul ambara çatan kimi məbləğ tez bir zamanda hesaba oturur. Əgər kartınıza yenidən geri qaytarılmasını istəsəniz, bu proses təxmini 5-14 iş günü çəkə bilir. Mən sifarişləri hər zaman yalnızca X-Pargo ilə geri göndərirəm. Digər kargolarda necə olur proses dəqiq bilmirəm. Və kargoya getdikdə Temuya sifarişi geri qaytaracağımı bildirirəm. Paketi onlara təhvil verirəm və mənə kiçik bir çek təqdim olunur. O çeki də götürüb 15 gün saxlamalısınız. Beləliklə sizə Temudan necə sifariş qaytarırım, hamısını ətraflı şəkildə başa saldım.